Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında məlumatlandırılması məqsədi ilə Quba şəhərində VUF 13 festivalı keçirilib. Günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında VUF 13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də Özbəkistandan Azərbaycan Dövlət Pedaqoji Universitetinə müəllimlərdən ibarət gələn qonaqlar iştirak edib. Tədbirdə çıxış edənlər VUF 13 barədə ətraflı bilgi veriblər. Çıxışlarda VUF 13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Qeyd edək ki, VUF 13 festivalı 2 hissədən ibarət olub. Axşam saatlarında Quba şəhəri Nizami adına Mədəniyyət və İstirahət Parkında geniş festival və konsert proqramı keçirilib. VUF 13 festivalı Azərbaycanda və konkret olaraq Bakıda 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Festivalının tanıdılması çərçivəsində keçirilir və bizim marağımız ondan ibarətdir ki, Azərbaycanın digər şəhərlərində, birinci əlbəttə Qubadan başlayaraq digər şəhərlərdə də bu tədbir haqqında məlumatlıq artsın və insanlar şəhərsalmada, innovativ yanaşmalarda məlumatlı olsunlar və bilsinlər ki, bu sahədə yeniliklər var və tədbir məhz buna həsr olunub. Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə, Quba rayon icra hakimiyyətinin və VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr və kollektivi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Festival çərçivəsində müxtəlif mədəni proqramlar təqdim olunub, konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil edilib. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV.